Salam, hər vaxtınız xeyirli olsun. Qarşıdan gələn çərşənbələriniz, bayramınız mübarək olsun. Çox sağ olun, sənə var. Hamımızın xahişləri nəzərə alaraq bu gün sizin üçün şirin qoğalı qabağa salmışıq ki, onu hazırlayaq. Onun üçün bizə lazımdır un, süd, şəkər tozu, yağ, xama, duz, yumurta, bir də aparanda hazırladım, gördünüz. İndi başlayaq unu əlavə eləyək qabımıza. Bu günləri 1 kilo undan hazırlayırıq. İstəyən artırıb azalda bilər. Çalışın həmişə hazırlayanda unu əliyin. Un havalı olur, çox gözəl olur. Düzdür, indiki unlar təmizdir, içindən heç nə çıxmır. Bir də ki, çalışın şirniyyatlar üçün alanda ekstra unundan istifadə edin. Hər bir unun ekstra növü var. Düzdür, ondan çox əla olur. 1 çay qaşığı duz əlavə edirik. 1 çay qaşığı da şəkər tozu. 3 yumurtanın sarısını əlavə edirik. 150 qram isidilmiş yağ. Aparanı əlavə edirik. 1 çay qaşığı sirkə əlavə edirik. Sirkə qoğalın laylarını gözəl bilindirir, həm də xırçıltılı olur. 1 stəkan süd əlavə edirik. 1 stəkan da su, ilıq su. Az qatım ki, əlavə lazım olduqca qatım. Başlayaq xəmirimizi yoğurmaya. Unu qoyuruq stolun. Xəmiri qoyuruq stolun üstünə. Başlayırıq xəmir isinənə qədər. Bir 10 dəqiqə belə yoğurmaya. Belə olanda daha tez gəlir. Həm də çox gözəl olur. Üstünü örtürük, gözləyirik, xəmirimiz mayalansın, aktivləşsin. 3 stəkan un götürürük, hardasa yarım kilo. Onu azca qovururuq. İndi başlayırıq qoğalın için hazırlamaya. Öncə unu azca qovurun. Ona görə qovururuq ki, çox adam deyir ki, qoğal yeyəndə mədəmdə qıcqırır. Amma qovuranda çox gözəl olur. Çox yox, azca, bir 3 dəqiqə, 5 dəqiqə bəs edər, vam oddan. Ətri gələnə qədər də, hə? Şirin qoğalın için hazırlamaq üçün bizə lazımdır 250 qram kərə yağı əridilmiş, 500 qram qovrulmuş un, 1 yumurtanın sarısı, 1 stəkan şəkər tozu, hil lazımdır döyülmüş, duz, bir də sarı kök. Əvvəlcə yağımızı bir 3 dəqiqə çalırıq ki, ağarsın, sonra da şəkər tozunu əlavə edəcəm üstünə. Çaldığımız yağla şəkərə 1/3 hissə çay qaşığı duz, 1 çay qaşığı hil, yarım çay qaşığı da sarı kök əlavə edirik. Baxın, içi çaldı, çox gözəl, ətri də çox gözəl gəlir. Çalışın və əlinizə götürəndə belə olsun. Qəndi külçənin içi kimi. Hazırdır, içimiz də hazır. Xəmirimiz mayalandı. Başlayaq kündələrə ayırmaya. Gözləməyin ki, xəmir çox daşsın. Çox daşan xəmir çox vaxtı cırılır yuxaları açanda.
Kündə düzəcəyimiz qabı unlayırıq ki, biraz un səpək, kündələr yapışmasın. Kündəni 10 dənə eyni bərabər hissəyə ayırdım. Kündələrimizi bir 5 dəqiqə saxlayandan sonra başlayırıq açmaya. Belə çox nazik açırıq ki, stol görünür. O qədər nazikdir. Hamısını eyni usulla açırıq. Stolun kənarlarını, baxın, duru yağla biraz yağlayırıq ki, rahat qopsun. Xəmirimiz rahat qopsun. Stolu yağlamayanda da xəmir yapışmır. Yuxaları açdıqca layların qəşəngcə yağlayırıq. Hamısını yağladıq, 3 layla yağlayırıq. İndi başlayırıq kəsməyə. 2 santa bəsdir. Başlayırıq lenta kimi belə burmağa. Çalışın həmişə bunu buranda dartın ki, yuxalar biraz da açılsın. Bu uc hissəni də gətirib ağzında belə saxlayın. Hazırladıq, belə qəşəng böldük, bükdük. 17 dənə çıxdı. Biraz gözləyirik dincəlsin. Dincələndən sonra başlayırıq burada oyuq açmaya. Açanda çalışın ortası qaçmasın. Hara qaçır ki? Kənara qaçanda pis görünür də. Nənə, bu içsə başqa ədviyyat vurulmur? İstəyən keşniş toxumu, vanil vura bilər. Şirindir deyə çox ədviyyat vurulmur. Dədə-baba üsulu budur da. Dədə-baba üsulu, hə, ancaq hildir. Özdə qeyd edeyim ki, bu içiliyi biraz çox elədim ki, bunu bir 15 gündə saxlamaq olur. Harda? Soyuducuda. Hə, buzluqda yox da, yəni. Yox, yox. Bir dənə də qoğallarımız qəşəng kündəyə düşüb. Bizə lazımdır 2 yumurta. Biri ağlı sarılı, biri tək sarılı. Üzərinə 1 çay qaşığı duru yağ əlavə edirik ki, parlaq olsun. Şirin olduğu üçün üzərinə ağ küncüt əlavə edirik. Qoğalı belə aşağıdan qoyuruq 160 dərəcə, altı üstü pişənə qədər.
Qoğallarımız belə gözəl bişdi. Qoğallarımız çox qəşəng xırçıltılı alındı. İstidi bölə bilmirəm. Siz də hazırlayın. Hazırlayan hər kəsə nuş olsun. Bismillah. Özünüz də baxın. Qatlarını da özünüz görürsünüz. Dediyim kimi sərdə üçün yemişəm, amma mədəmə heç bir ağırlıq verməyib. Dadı da çox möhtəşəmdir, qatları da yerində. Dediyim kimi hazırlayan hər kəsin nuş olsun. Sağ olun, Allah'a əmanət.